cemaatimiz kulak asın. Ya səsi gözləyin qalın alın. Qoy xanlar desin eşidin Mən görürlər. dəvət olunmuşam Fətəli Səriyə. Sayılan 1500-2000 nəfərdən çox tamaşaçı olan ustadaşlardan, şairlərdən məclisdə vardı. Nur Səməlidir. Sair aşıqlardandır, Hüseyin Əsədidir. Şairlərdən ellər oradadır, eşləsər oradadır, Ədalət Duman Muclidir. Çox yaxşı bir oğlandır, ancaq xətrimət deyib, özün yaxşı aparsa, bəlkə barışır. Ədalət. İndi çağırıblar, çıxmışam səhnəyə. Mənim də əvvəllərimdir, yavaş-yavaş o gün dalısından qalxıb işıq salan kimi, mən də elə hələ sənətə belə qalxıram. Görən də çoxdur, görməyən də çoxdur, tanıyan da çoxdur, tanımayan da. Mən çıxdım, ifa elədim səhnədə. Nur Səmən dedi ki, səhnəyə gəlib oxuyanda dedi, ay xanlar, sən belə ifa elədin ki, o qədər diqqətimi sənə verdim ki, o illərlə oxuduğum sözü tutmuşdum, burada oxuyam, indi yadımdan sınır tapa bilmirəm. O qədərsi sənə fikir vermişəm. Yəni, ustadlığa bax, diqqətə bax. Mən oxuyub qutarınca bir şair Məmməd Ağlar var. Ürəyinə bir neçə xana sözlər gəlib, varaq tapa bilməyib, çıxıb bir salonun bir tərəfində bir kartonu qulağını zırıb, şiiri yazıb. Yazmışdı ki, aşıqlıq elminin dünya üzündə böyük muamması Siridir xanlar. Hüseyin qardaş, bunu sən istəyir. Məclisdə görəndə bala xanları, elə bildim durub yeridi xanlar, hələ ölməyib, Siridir xanlar. Eşki pak, ürək pak, camalı gözəl, idrası çox dərin, şamalı gözəl, kim verəm ustaddan, şamalı gözəl, sərraflar incisi, yürüdü xanlar, hələ ölməyib, Siridir xanlar. Yaşaya xanlar, yaşa. Birdən görəcəksiniz də, sənəti özünə müqəddəs andı. Durursa ürəklərə calandı. Məzarda da başlar tel salandı. Sarı tel ocağı Piridir xanlar. Ay toy bəli. Piridir xanlar. Aşkar. Toyday qardaş. Birdən görəcəksiniz dəyişdi halı, qara saç sinədə sarı tel salır. Daha qəm yeməsin Tovuz mahalı. Bizim Qarabağın varıdır xanlar, hələ ölməyib, diridir xanlar. Allah xanlarımızı yaşasın. Salamda sarı tellan oldu dağlar, kəsdi şırıltısını buzlu bulaqlar. Mizrabına qurban bu Məmməd Ağlar, bütün şairlərin şeiridir xanlar. Ayam oğlu, qorxmayın, hələ ölməyib. Sarı telden gətir. Yaşa, yaşa, yaşa. Var olasın kardeş.
Gelen bana Madalan gözle, Zalim gözüm ay şəhriyə. Bu aşıqanlar gedib Zalim xan izlə. Hava da çox istiymiş. Qapını döyür, keçir, öpüşürlər, görüşürlər. Əyləşir. Deyirlər Zalim xan, bir çaydan, sudan ne var? Getir. Hava isti de oldu, ağır bir adam döze bilmiş istiyə. Zəlimxanın xanımısı evdə deyilmiş. Oğlu Şəhriyarla bir yerdeymiş. Deyirlər Şəhriyar bir çay süz gətir xanlara. Deyəndə əyilir, o zaman Zəlimxanın şahsızlar deymiş. Əyilir qulağına deyir ki, quru çayımız yok. Birən bir çöldə marşetdən bulanan bir yerdə təhiyyələ gəlib hesablaşalım. Bir axı qəndimiz də yox. Bu səbəbə bu şeir yaranır. Birə Halvadırlıqdan bizə göndəriblər, pay gətiriblər. Ondan Gətirxanlar əmiyə deyəndə birə çaydan sudan ötürü can verən adam mən cuma axşamlığa Pəndişənbəliyə gəlməmişəm. Bir çaydan sulan falan. Orada bu səbəbə bu şeir yaranır. Canım gözüm ay Şəhriyar, çay gətir xanlar əminə. Kəşidən gələn halvadan pay gətir xanlar əminə. Qonaq bizim əfəndimiz, qonağa keçsin əndimiz, yaman azalıbdır qəndimiz. Say gətir, yəni bir bəbik, dənə-dənə. Say gətir xanlar əminə. Mənsuriyyələr oxudu, onlar Şabanlar yoxdu. Mənsuriyə oxuyanda Aşıq Muxtar yadıma düşür. Yəni o da mənim xəstəmdir. Mən deyirək xanlar, oxuda bir Məhməd Bağırdan, Mənsuriyyədən oxumuşdum, qulaq asmışdı. Bir mənə yaman ləzzət verirdi, o Aşıq Muxtar sağlığına. O mənim vurulumdur, mən də onun.
Yaşa hanlar sağ ol. Sağ ol, sağ ol.